Dünya Çempionatı 2026 sürprizləri və gərginliyi ilə futbol sevərlərə əsl bayram yaşadır. Artıq səhv etmə şansı yoxdur, ya qələbə ya da turnirlə vidalaşmaq. Bəs görəsən paytaxt sakinləri hansı komandaya azarkeşlik eləyir? Çempionluq kubokunu kimin əlində görmək istəyir? Öyrənək. Kimi azarkeşlik edirsiniz? Marrakeş'e. Türkiye'den sonra indi Marrakeş'e. Aha, Dünya Çempionatı yəqin ki izləyirsiniz. Bu il izləmədim. Sizcə çempion kim olacaq? Fransa. Xoşunuza gəlməyən nədir bax bu 2026-da çempionatda? Futbolla maraqlanmıram. Ronaldo hoşuma gəlmir. Nifrət edirəm. İnşallah Argentina qalib gələr. Ümidim o yaradır ki, Portuqaliya dünya çempionu olsun. Portuqaliya, İngiltərə bu ölkələrin oyuncularını sevirəm. Sonra Mənim heç anlayışım yoxdur. Biraz bu Messi'nin, Cristiano Ronaldo'dur, bunlar tanıyıram söhbət. Xeyr, mən futbola baxmıram. istərdim ki, Argentina qalib gəlsin. Çempion şansları belə indiyə kimi oynadığı oyunlara baxsaq, Fransanın məncə finalda görmək olar. Hər zaman Fransaya azarkeşlik etmisiniz yoxsa sırf bu il gözəl oynadı? Türkiyəyə balət eləmişəm, sırf azarkeşlik. Sadəcə olaraq ancaq mən favoriti Fransa gördüm. Kimi bəyənirsən? Messi-ni, Neymar'da. Təşkilsəm, yəni favoritimdə Portuqaliya. Oyuncu bir dənə var idi, bir Lev Yaşın idi, bir də Pele idi. Qalanı Əvvəl Türkiyəni dəstəkləyirdim, o qruplardan çıxa bilmədi heyif ki. Yəni indi də Portuqaliyanı dəstəkləyirəm. Portuqaliya azarkeşiyəm. Ronaldo. Argentina qəş oynayır bu il. İstəyirəm ki, bu il həm çempionatda Portuqaliya çıxsın. Amma inanmıram, çünki neçə oyunlarına baxıram. Həmin kimi Ronaldo çox zəifləyib, həddindən artıq zəifləyib.